Bu gördüğünüz kurkumindir. Yani sarı kök ve bud. Bunu tamaşaçılarımız gözleri ebi yoktu bir dəqiqə bu dəqiqə. Yine kurkumin de xərçəngə qarşı dözümlük yaradır, immuniteti qaldırır, qaraciyər təmizləyir, ödqovucu təsiri var. Çox gözəl mədə bağırsaq sisteminə təsir eləyir və kurkumin bir həyatdır. Bu sarı kök bir həyatdır. Bu insanlarımız yine deyirəm bilirlər, ancaq bunun müalicəvi təsiri çox mükəmməldir. Yəni mən hər gün, gündə 3 dəfə bir çay qaşığı, bir stəkan isti suda həll edirəm və qəbul edirəm. Üzərinə bəzən görürsən ki, bir çay qaşığı da ya bal əlavə edirəm, ya da tut bəhməzi, doşab əlavə edirəm ki, onun effektini artırsın. Kurkuminin, bu sarı kökün effektini artıran nədir? Siz bundan bir çay qaşığı atanda bir çimdik, azca mütləq biber, qara biber ya acı biber əlavə edirsiniz. O bunun keyfiyyətini artırır. Ona görə ora bal ya doşab ya tut bəhməzi əlavə edirsiniz ki, onun effektini, təsir keyfiyyətini artırsın. Bax bunu mən özümün borç bilirdim. Çünki hamı deyir necə olur, nə cür quruluşunu, hatta onun rəngini bildiniz. Və bu baxımdan da dediyim kimi